Çox təəssüflər olsun ki, bugün xəbərlərdə də oxuyuruq, görürük ki, insanlar, yəni bilərəkdən şuuraltı insanlara yeridirlər ki, sanki İslamda terror deyilən bir şey var. Baxın, deyirlər ki, İslam terroru. Halbuki, bəyək dediyimiz ki, bizim dinimiz bütün zülmə qarşıdır və bizim dinimiz əksinə ədaləti bərqərar edir və yer üzündə bütün fitnələrin kökünü kəsir. Lakin bu insanlar bilərəkdən deyirlər ki, İslam terroru. Baxın, qardaşlar, sual verdikdə heç görmüsünüz bir desinlər ki, Hristiyan terroru, Yahudi terroru deyilməz. Heç vaxt eşitməzsiniz bunu. Halbuki 2-ci Dünya müharibəsində 85 milyon insan öldürüldü. Bunlardan 50 milyonu sıravi insanlar idi. Heç eşitdiniz mi ki, desinlər ki, Hristiyan terroru? Heç vaxt eşitməzsiniz. Və yaxud da baxırıq ki, 2-ci Dünya müharibəsində Yaponiya, Hiroşima şəhərinə atom bombası atdılar, 140 min insan adam öldü. Eşitdiniz mi desinlər ki, Hristiyan terroru? Eşitməzsiniz. Ancaq bir müsəlmanlar arasından kimlər ki xəta edir, kimlər ki bəzən zülm edirlər, onlara dərhal İslam terroru deyirlər və yaxud da İslamçı terror deyirlər. Bu əslində qəsdi şəkildə aparılan bir siyasətdir. Qardaşlar, baxın, dedik ki, bizim dinimizdə terrora, insanların qanını haqsız yerə tökməyə qətiyyən bizə yer verilmir. Bizim dinimizdə bu haram olanlardan biridir. Və kimlər ki bunu edirsə, bu dindən mənsub olsa belə, o dini təmsil etmir. Çünki zalimin da məzlumun dini olmaz, qardaşlar. Həzrət Əlinin gözəl bir sözü var, deyir ki, Lə tə'rifil haqqa bir-rical və lakin i'rifil haqqa ta'rif əhlə. Deyir ki, siz haqqı insanlar ilə tanımayın. Siz haqqın nə olduğunu öyrənin ki, kimin də haqlı olduğunu siz biləsiniz. Baxın, Fələstində yenə də xəbərlərdə oxuyuruq. Hər gün ölənlərin sayı artır. 70 min nəfər öldürülübdür bu il ərzində. Bunlar içində qadınlar, uşaqlar, yəni yerli sakinlər, savaşmayanlar vardır. Amma heç vaxt görməzsiniz ki, onlara terrorçu desinlər. Halbuki bu böyük zülümdür, ən böyük terrordur bu dəyərli qardaşlar. Və həmçinin baxırıq içində olan müsəlman qardaşlarımız Uyğur türklərinə belə zülm edilir, heç kəs bir söz demir və onlara terror adını vermirlər. Və yaxud da baxırıq dəyərli qardaşlar, Xocalıda baş verən hadisələrə baxırıq, Xocalıda görün neçə yüz insanı qətl etdilər, ancaq onlara terrorçu deyilmədi. Və yaxud da son hadisələrdə, Gəncə hadisələrində də bu baş verdi ki, bunların heç birində dəyərli qardaşlar onlara terror